Salam şagirdlər. Düz xəttin fənli və düz xətlərin qarşılıq vəziyyəti misallarını bir işləyirik. Diqqətli olun. Deməli, burada nə verib? AX, BY, AB düz xəttdə OX oxunun müsbət istiqaməti ilə 60 dərəcə uzaq əmələ gətirirsə, A bölü B nisbətini tapın. Biz burada nə iş görməliyik? Biz burada ümumiyyətlə bu tipli təyinlərdə Y-i tapmalıyıq. Y tapanda, məsələn, Y bərabərdir KX plus B tənliyində. Bu dərəcə 60 dərəcə uzaq əmələ gəlir. Bu nə deməkdir? K bərabər burada nəyə bərabərdir? Tangens alfaya bərabərdir. Funksiyalar dərsində buna ətraflı tanış olursunuz. Demək biz burada nəyi tapmalıyıq? Yazmalıyıq ki, BY bərabərdir. AB çıxılsın AX. Hər tərəfini B-yə böləndə Y bərabər olur A çıxılsın A bölünsün B və X. Burada 60 dərəcə əmələ gətirirsə, K-mıza baxırıq. Yəni, mənfi A bölünsün B bərabər K-ya. Bu da yəni nə? Tangens 60 dərəcəyə. Tangens 60 dərəcə qiyməti kök altda 3-dür. Yəni, mənfi A bölünsün B bərabər kök altda 3 olanda bizdə A bölü B-ni soruşur. Bu da neçə elədir? Mənfi kök altda 3. Baxın, Y variantı elədir. Baxın, digər misalda eyni misaldır. Yəni, buradan yenə də BY-i mən tapmalıyam. BY bərabərdir AB minus AX. Eyni misaldır. Yəni, burada nə olacaq? Y bərabərdir. Yuxarıdakı misal formasındadır eyni isə. Deməli, A çıxılsın A bölünsün B nə olacaq? X olacaq. Ya burada mənfi A bölünsün B bərabər K olanda, bu da tangens 45 dərəcə olacaq. Tangens 45 dərəcənin qiyməti 1-ə bərabər olduğuna görə A bölünsün B-imizin qiyməti olacaq nə qədər? Mənfi 1 olacaq. Eyni ilə B bölünsün A-nın qiyməti də yenə də elə mənfi 1-ə bərabər olacaq. Və doğru cavab burada olacaq B bəndi. Sonra 3-cü sualda deyir, bucaq əmsalını tapın. Bunu silək. Bucaq əmsalını tapın. Bucaq əmsalını yəni K-nı tapmaqdır. Buradan Y-i təyinləməlisən. Y funksiyasını təyinləməlisən. 3Y bərabərdir. Mənfi 4x plus 7. Y bərabər mənfi 4 bölünsün 3x üstəgəl 7 bölünsün 3. Yəni, burada bucaq əmsal K-dır. K da bərabərdir. Mənfi 3-də 4 və doğru cavab eləyəcək Y variantı. Növbətçisi yenə də 3Y bərabərdir. Mənfi 2x topla 5. Y bərabərdir. Mənfi 2x bölünsün 3. Üstəgəl 5 bölünsün 3. Bucaq əmsalı K X-in qarşısında olan mənfi 3-də 2-dir və A bəndi doğru cavabdır. Burada deyir ki, koordinat müstəvisində B nöqtəsindən keçən düz xəttin tənliyini yazın. Burada X-imizin mənfi 1, Y-imizin 4 nöqtəsini görürük. Amma ki, ümumiyyətlə, həmin bu B düz xətti yoxdurmu? Orada Y-imiz 0 olduğuna görə artıq X bərabərdir. Mənfi 1 bizim olacaq elə düz xəttimizin tənliyi. X mənfi 1. 6-da isə yenə X-imiz nədir? 1, Y-imiz 4-dür. Çaşmağa ehtiyac yoxdur. Y ona paraleldirsə, bu mütləq X-i bərabərdir. Bir düz xəttin tənliyi olacaq. 8. Cüt AX plus 4Y olsun həll olarsa, deyir, A-nı tapın. Burada nə iş görəcəyik biz? X-in yerinə X bərabərdir 8, Y-in yerinə mənfi 6 qoyarıq. Yəni, olacaq 8A çıxılsın 4 altına 24 bərabər 32. 8A bərabərdir. Bunları toplayanda eləyər 56. A da bərabər neçə olacaq? 7 qiyməti olacaq. K-nın hansı qiymətində bu tənlik ilə verilən düz xətlə paraleldir? Ümumiyyətlə, paralel ifadələr olduğu zaman K-lar bərabər, B-lər fərqli ifadələr almalıdır. K-lar birinə bərabər olmalıdır. Yəni, paralel olması üçün. Deməli, birinci ifadədə Y bərabərdir. Bax, Y bərabərdir. Bax, bu ifadədə. Mənfi 2x üstəgəl 3-dür. İkinci ifadə Y tapanda mənfi 9x üstəgəl 7 bölməlisən nəyə? Hər birini K-ya bölməlisən. K1 K2-yə bərabər olmalıdır. Paralel olması üçün B-lər fərqli olmalıdır əlbəttə ki. O nöqteyi nəzərdə mənfi 2 bərabərdir. Mənfi 9 bölünsün K. K da bərabərdir nə? 9 2 böləndə olacaq 4,5.
5 qiymətimiz və B variantı doğrudur. Bunu silirəm. Əgər misal aydın olmazsa geriyə döndərib baxın. Çünki mən indi burada eyni bir sualın izahını 9 izahını verirəm. Deməli, birinci ifadə y-i tapıram. 5y bərabərdir. Mənfi 2x üstəgəl 8. Y bərabərdir. Mənfi 2 bölünsün 5x üstəgəl 8 bölünsün 5. İkincində də AY bərabərdir. Mənfi 3x üstəgəl 5. Y bərabər mənfi 3 bölünsün AX üstəgəl 5 bölünsün A. Düz xətlər paraleldirsə K-ları bərabərdir. Yəni mənfi 2 bölünsün 5 bərabərdir. Mənfi 3 bölünsün A. Mənfiləri aparırıq. Olur 2A bərabərdir 15. A da bərabərdir 7,5 qiymətində. Keçir növbəti suala. Növbəti sualda deyir ki, düz xəttin ordinat oxu ilə kəsim öhdəsini tapın. Yadda saxlayaq ki, ordinat oxu ilə kəsim öhdəsində x bərabər 0. Abs oxu ilə kəsim öhdəsində digər sualda. Yəni burada y bərabər 0'dır. Yəni x-in yerine 0 qoyacağıq. Olacaq mənfi y üstəgəl 4 bərabər 0. Y bərabərdir nə? 4'ün. Y 4'dürsə x 0'dır. Birinci yazanda x yazırsan, sonra y yazsan 0, 4 nöqtəsi və A variantı olur. İkincində y yerine 0 qoyursan, olur 2x minus 8 bərabər 0 olanda x bərabər 4. X 4 isə x yazırsan, sonra y 0 da 0'ı. 4 və 0 nöqtəsi. 12-ci sualda nə deyir? A-nın hansı qiymətində bu düz xəttinin qrafiki ordinat oxunu kəsmir? Bax görsən deyir ki, ordinat oxunu ümumiyyətlə kəsmirsə, ordinat oxu biraz əvvəl yazıq. Ordinat oxunu, yəni bu y oxunu kəsmirsə, deməli kəsmirsə y-ə nədir bu? Bu y-ə nə olur? Paralel olur. Ordinat oxunu kəsmirsə, paralel olursa, yəni bu x bərabərdir hər hansı bir qiymət. Yəni x bərabər hansı qiymət? 5 qiyməti. A-nın hansı qiymətində? Yəni A-ya mən 0 versəm, x bərabər 5 ifadəmiz alınır. Yəni ona 0 verməliyəm. Sonra 13-cü sualda nə deyir? Deyir ki, n parametr hansı qiymətində düz xətlərin kəsim nöqtəsi o x oxunun üzərindədir. Demişik ki, o x oxunun üzərindədirsə nədir? Y bərabərdir. Y bərabər nəyə? 0-a. Y-in yerinə 0 qoyan zaman deməli həm hər iki ifadəmiz ayrı-ayrıda nə olur? 0 olur. Ona görə də hər iki ifadəni həll eləyirəm. 2 minus m vurulsun x bərabərdir 6. Bir də digərində 3mx bərabər nə? Mənfi 2. Yəni normal şəkildə 3mx plus 2 bərabər 0. 2-ni atırız sağa. Birincinin x-i tapanda olur 6 bölünsün 2 minus m. X tapanda mənfi 2 bölünsün nə? 3m. Mən bunları bir-birinə bərabərləşdirməliyəm. Bunları çarpaz vursam olacaq 18m bərabərdir. Mənfi 4 çıxılsın üstəgəl 2m. Elə sonra atıram bu tərəfi 16m bərabərdir. Mənfi 4 olanda m də bərabər olur nəyə? Mənfi 4 böl 16 sağ gedirib. Mənfi 4'də 1 m də bərabər olur mənfi 0,25'e. C variantı. Daha sonra 14-cü suala baxaq. 14-cü suala baxaq. Deməli nə deyir burada? Koordinat oxlarının əmələ gətirdiyi tutsağın perimetrini tapın. Koordinat oxları ilə əmələ gətirdiyi tutsağın perimetri. Bu nə deməkdir? Deməli, koordinat oxlarını əmələ gətirirsə, x-in üzərindəsə y 0'dır, y-in üzərindəsə x 0'dır. Yəni bir dəfə x 0'a bərabər eləyirəm. Bu ordinatın üzərində yerləşəcək. Misalımız nə hala düşəcək? Misalımız x 0 olan zaman olacaq mənfi 3 y çıx 12 bərabər 0. Mənfi 3 y bərabər 12. Y bərabər necə tapacaq bu ifadədə? Y bərabər olacaq mənfi 4'ə. Yəni bunu tapırıq. Bir dəfə də y bərabər 0 verəndə, yəni bu ifadə gedir, qalır nə? 2x minus 12 bərabər 0.
2x bərabər 12. X bərabər nəyə? 6-ya. Bir dəfə nəyə tapırıq? Bunu tapırıq. Sonra artıq nə işləyirik? Pifaqor teoremini istifadə edərək müsaham perimetrini tapırıq. Yəni bu nöqtədir. Yəni koordinat sistemi çəkdik. Koordinat sistemi. Baxın. Bu hər hansı bizim bir koordinat sistemimiz olsun. X 0 0 məftur buradır. Y 0 x 6 olan isə bax buradır. Bu üç perimetrini tapın. Bura 6'dır. Bura 4'tür. Pifaqor teoreminə görə 36 o da 16. Elədir 52. Başqatda 52. Bunun perimetrini tapanda 14-cü sualı yazırıq. Uşaqlar 14-cü sualı. 6 4 10 üstə gəl kök altı 52-nin 4 vur 13 yazsaq o da olar 2 kök altında 13. Bax doğru cavab olacaq D variantı. Keçirik o suala 15-ci suala. Və bunu silək. Sonra arxaya verib videonu rahat şəkildə yenidən izləyə bilərsiniz. Sonra 15-ci suala baxsaq, yenə də əmələ gətirdiyi üstağın perimetrini soruşur. Və yenə 15-ci sualı yazırıq. Yəni bu zaman x-ə bir dəfə 0 veririk. Tənlikdə nə olur? Tənlik 3y çıx 24 bərabər 0 olursa, y bərabər 8 tapırıq. İkincində y-ə bərabər 0 verəndə olur 4x çıxılsın 24 bərabər 0, x bərabər nə olur? 6. Koordinat sistemində bir 0-8 nöqtəsi. 0-8 nöqtəsi bax bu nöqtədir, 0-dır. Bir də 0-6 nöqtəsi bax bu nöqtədir. Katetlər 8-6 onda hipotenuzun 10 olduğunu biz Pifaqor teoremindən bilirik. Ona görə də burada perimetr tapanda 8-6 14 o da 10 perimetr artıq burada normal şəkildə olacaq 24 cm. Sonra hara keçək? Keçək növbəti sual 16-cı sualdır. Növbəti sual 16-cı sualdır. Deməli deyir ki, hansı ödənişdə bu düz xətti OX oxuna paraleldir. OX oxuna paraleldirsə, uşaqlar, nəyə diqqətləməlisiniz? OX oxuna paraleldir. Hər hansı bir ifadə OX oxuna paraleldirsə, bunun OX oxuna paralel, bunun x-i olmamalıdır. X-i yəni x-i bu ifadədə olmur. Qələmi düzəldim. X olmur da, yəni. X olmursa, x hər hansı bir qiyməti yoxdursa, deməli həmin ifadə A0-a bərabərdir. A0-a bərabərsə, əlbəttə ki, digər ifadələr sıfırdan fərqli olmalıdır. O y oxuna paraleldirsə, artıq burada y olmur. O zaman B-si sıfıra bərabərdir və A-sı və C-si müəyyən bir qiymətlər alır. Sonra 18-ci sualda hansı ödənişdə düz xətti koordinat başlanğıcından keçmir? Koordinat başlanğıcından ümumiyyətlə keçmirsə, keçmir. S sıfıra bərabər olanda koordinat başlanğıcından keçir. Amma S sıfırdan fərqli olanda artıq koordinat başlanğıcından keçməyəcək. 19-da deyir, bu tənliyi ilə verilən çevrənin toxunma nöqtəsini tapın. Nə deyir? Deyir, bu düz xətti ilə bu tənliyi ilə verilən çevrənin toxunma nöqtəsini tapın. Artıq nə iş görürük? Toxunma nöqtəsini tapmaq üçün biz nə iş görəcəyik biz burada? Uşaqlar, elə bizə çevrənin tənliyi verilibsə, bu artıq çevrənin tənliyidir. Bundan sonraki bölmənin adı çevrənin tənliyidir. Bu çevrənin tənliyidirsə, bizim radiusumuzun kvadratı 8-ə bərabər olur. Və radiusumuz olur 2 kök altında 2 olur. Bir də burada mərkəzi nöqtənin koordinatları artıq neçədir? Mərkəzi nöqtənin koordinatları 2 və mənfi 4 olacaq artıq burada. Sonra məsələn hər hansı bir indi burada bir çevrə qurmaq biraz çətin olmasın. Böyle bir dəqiqə 2 mənfi 4 nöqtəsini götürün. Burada bir dənə çevrə qursam. Burada bir dənə çevrə qursam. Bax, bu koordinat sistemidir. Koordinat sistemidir bu. Y, X. X, Y artıq bilirik.
Artıq mərkəzi nöqtənin koordinatı 2 mənfi 4'dür. Bax bu 2'dir. Bu mənfi 4'dür. Çevrənin mərkəzi bax buradadır. Çevrənin mərkəzi buradadırsa elə bir bax çevrəmiz bax bu formada keçir. Bax belə. Artıq x plus y və minus 2 düz xətlidirsə, bax bu olacaq y bərabərdir mənfi x üstəgəl 2. Mənfi x üstəgəl 2 nöqtəsi deyən zaman artıq mənfi x topla 2. Artıq elə bil bu yuxarıdan keçəcək. Bax, hər hansı düz xəttimiz keçəcək. Bax belə. Kx plus b-də belə keçmir bir dəqiqə. Baxın bu ifadədə mən bu çevrəni çəkməsəm belə, mənim çevrəni çəkmədən bu ifadəni həll etmək olarmı? Uşaqlar, bir məsələ var da. Yəni toxunma nöqtəsi tapın deyəndə, toxunma nöqtəsində hər iki ifadənin toxunma nöqtəsində x-ları və y-ləri bərabər olur. Məsələn biz nə edirik? Məsələn bax burada bu ifadədə gör nə iş görəcəm uşaqlar. Məsələn bu ifadədə x-i tapıram. X nəyə bərabərdir? X 2 çıxılsın y-yə bərabərdir və ikinci misalda x-in yerinə gətirib həmin ifadəni qoyuram. Bunlar qalsın bir kənara. Yəni olacaq nə? 2 minus y çıxılsın 2-nin kvadratı üstəgəl y üstəgəl 4-ün kvadratı bərabər nəyə? 8-ə. Birinci ifadə 2'lər gedir. Olur nə? Y kvadratı üstəgəl. İkincini açıram. Y kvadratı üstəgəl 8x üstəgəl 16 bərabər nəyə? 8'ə. Bunu həll etsəm olacaq 2y kvadratı üstəgəl 8x üstəgəl 8 bərabərdir 0. 2'yə bölsəm y kvadratı üstəgəl 4y bu y-dir. Üstəgəl 4 bərabər 0. Bu da nəyə bərabərdir? Y üstəgəl 2'nin kvadratına bərabərdir. 0 olması. Y də mənfi 2. Əgər y-imiz mənfi 2'dirsə, bax, yuxarıda yazdığım misalda 2'dən mənfi 2 çıxanda x-imiz olar nə? 4 olar. Və nöqtəmiz olacaq 4 və mənfi 2. Və B variantı rahat şəkildə tapırıq biz burada. Artıq əlavə çevrənin tənliyi falan tətbiq etməyə ehtiyacımız olmayacaq artıq burada. İndi bu sualda sonra keçirik 20-ci suala. Bunu silirəm. 20-ci suala. Artıq burada nə deyir? Artıq deyir ki A mənfi 1-2 nöqtəsindən keçən və bu düz xəttinə paralel olan düz xəttlərini göstərir. Düz xəttlər paralel olanda K-lar bərabər, B-lər fərqli ifadələr ümumiyyətlə almalıdır. Yəni biz burada nə yazacağıq? Y-i tapacaq bizim ifadə. Y bərabər nə olacaq? Y olacaq ki mənfi 3x üstəgəl 2 olacaq. Artıq çox sadə bir ifadədir. Yəni y-i tapdıq, oldu mənfi 3x çıxılsın nə oldu? 2. Və deyir mənfi 1-2 nöqtəsindən keçir. Daha doğrusu y bərabərdir. Y-in qabağında mənfi var. Artıq bu nə olacaq? Bunu düz doğru yazmadım deməli. Bax, bunu beləsinə götürək. Bunu silim. Yəni burada olacaq bax. Y bərabər olacaq 3x çıxılsın 2. Artıq düz xətlər paralel olması üçün K-ları bərabər olmalıdır. Yəni y bərabərdir Kx. Yəni belə yazaq da 3x üstəgəl B ifadəsində x-in yerinə mənfi 1, y-in yerinə 2 qoyacağam. Olacaq 2 bərabərdir mənfi 3 üstəgəl B. B də bərabər olacaq nə? 5. Bu nöqtəsindən keçdiyinə görə bu B-si mütləq tapmalıyıq. Ona görə də olacaq y bərabərdir 3x üstəgəlmə 5. Yəni C variantı doğrudur. Sonra keçək 21-ci suala. Bucaq əmsalı mənfi 5-dəki olan düz xəttin ümumi tənliyini yazın. Bucaq əmsalı mənfi 2 artıq nə yazırıq? Bax, fikir verin diqqət şəkildə düz xəttin tənliyini. Bax, burada bu formada yazacağız. Uşaqlar, düz xəttin tənliyi tapmaq üçün nə etməliyəm? Ümumi tənliyi göstərin deyən nə etməliyəm? Y bərabər yazmalıyam. Kx plus B şəklində bunu göstərməliyəm. Ona görə də, məsələn, A bəndini baxıram ki,
2x üstəgəl 5y üstəgəl s bərabər 0 olarsa, bu əmsalda bu x-in qarşısındakı k ifadəsidir. 5y bərabərdir. Mənfi 2x üstəgəl s olar. Çıxılsın s olar. Y bərabərdir. Hər tərəfin 5'ə böləndə mənfi 2 bölünsün 5x çıxılsın s bölünsün 5. Artıq bucaq əmsalı mənfi 5'lə 2 olun. Elə A bəndə doğru ifadə gəldi. 22-ci sualda elə yazırıq. Məsələn, 4'də 3-dürsə, artıq mən heç bu A bəndini tətbiq edə bilmərəm. A bəndini tətbiq edə bilmərəm. Burada bir nə yazmalıyım uşaqlar? Mənfi 4'də 3-dürsə, sağa sola keçməkdə sürətli şəkildə işləyə bilərsiniz. Məsələn, birinci sıranı yoxlayaq, məsələn, C-ni yoxlayaq. Burada nəyi tapıram? Əvvəl yazıram ki, 4y bərabərdir 3x üstəgəl s. Y bərabərdir 3 bölünsün 4x üstəgəl s bölünsün 4. Yəni mənfi olmadı. Görürsünüz? Məsələn, e-ni yoxlayıram. Yazıram 4y bərabərdir mənfi 3x çıx s. Bizim mənfi var. Y bərabər mənfi 3 bölünsün 4x çıxılsın s bölünsün 4. Və görsən harada tapdıq? Bu E bəndə uyğun gəldi. Bəli, burada artıq E bəndə uyğun gəldi. M-in hansı qiymətində bu nöqtələri bir düz xətt üzərindədir? M-in hansı qiymətdə bu nöqtələri bir düz xətt üzərindədir? Bax, diqqət şəkildə buranı qoy silim. Bax, deməli burada nə məsələ var uşaqlar? Bax, koordinat sistemini çəkirəm. 5, 3 nöqtəsini qeyd edirəm. Bax, burada olan 5, 3 nöqtəsini qeyd edirəm. 5, 3 M-in hansı qiyməti deyir? A nöqtəsi 5, 3 nöqtəsi. O, bunu bildik. Sonra M-6. M-6 orada yerləşəcək. M-6 oradasa, bax, M-6 buradadırsa, M də buralarda bir yerdə yerləşəcək də, düzdür? M-6 artıq buraya elədir bu. M də burada görsün, mənfi ifadə olmalıdır. 7, 5 nöqtəsi, 7, 5 nöqtəsi də haradasa bax, burada bir yerdə yerləşir. Bir düz xətt üzərindədirsə, artıq bax, bunlar görsən, bir düz xətt üzərindədir deyir. O zaman nə eləməliyəm? Birində nədir? Birində, bax, burada bu 7 nöqtəsidir. Bu da 5 nöqtəsidir. Bax, uşaqlar, bu nöqtə ümumiyyətlə, bax, 5, 3 nöqtəsi buradırsa və 7, 5 nöqtəsi buradırsa, 5-dən, yox, hanı bu? Bu 5-dən 7-yə gedib, düzdür? 5-dən 7-yə gedibsə neçə vahid gedib bu ifadə? Bax, görürük ki, 3-dən 5-ə, 5-dən 7-yə 2 vahid artıb. Bunlar eyni minvalla, bax, 3 indi gəlib düşüb mənfi 6-ya. Nə qədər azalıb bu? Yəni 9 qədər azalıb, düzdür? Deməli, nə olacaq? 5-dən də 3-dən mənfi 6 düşüb. 9 gəlibsə, 5-dən də hər hansı bir M nöqtəsinə gəlmək üçün 9 azalmalıdır bu ifadə. Bu da olacaq M nöqtəsi. M bərabər neçə olacaq? Mənfi 4. M hanı? M oldu nə? Mənfi 4. İndi nəyə baxırıq? Arxaya verib yenə də deyirəm, videonu izləyə bilərsiniz. Və yenə deyirəm, 3-dən 5-ə, 5-dən 7-yə 2 artıb. İndi 3-dən mənfi 6-ya gəlib. 9 gəlibsə, 5-dən 9 çıxanda nə qalır? Mənfi 4 qalır və M nöqtəsi olur həminki nöqtə. Sonra indi deyir, ştrixlənmiş hissənin sahəsini tapın. Gəlin, ştrixlənmiş hissənin sahəsini tapaq. Necə tapacaq ştrixlənmiş hissənin sahəsini? Deməli, tənliklərimiz ki var. Bu ifadə nə olmalıdır? Ümumiyyətlə, 1,5x ki var. Bu y-in yerinə aparıb qoymalıyıq. Bax, çünki kəsmə nöqtələri var ki, kəsmə nöqtələrində bunların nöqtələrin x-ləri və y-ləri birinə bərabər olur. Ona görə də 3x üstəgəl 4 vurulsun 1,5x bərabər 12. Bax, bunu hesablayırıq. 3x üstəgəl 6x bərabər 12. 9x bərabər 12 olanda x-lə bərabər 12 bölünsün nə? 9. X-lərlə aparsaq bunları, 3-ə x-lər aparsaq yuxarıda 4 qalar, aşağıda 3 qalar. X-imiz tapdıq, y-imiz tapdıq. Y bərabər 1,5, yəni 2 ilə 3 deməkdir. Buram 3-də 4-də. 3-lər gedir, 4-lə 2 gedir, y-imiz də olur 2. Yəni x nöqtəmiz olacaq, belə deyək də, 3-də 4, bir də bu kəsmə nöqtələrinin koordinatı. 3-də 4-lə nə olacaq? 2 olacaq kəsmə nöqtələrinin koordinatı. İndi belə bir ifadə yazaq.
İndi bax bu misala diqqət şəklə baxanda, deməli bunun y-i kəsmə nöqtənin y-i də, yəni kəsmə nöqtənin y-i x-i bax, x-imiz bax budur. Yəni bu ifadəyə bax belə bir yanaşma eləsək, bax bu hündürlükdür, düzdür? Bu hündürlük. Bunun baba bu kəsmə nöqtənin x-i nə idi? X-i 3/4 idi. Bir də biz bu tərəfi bilməliyik. Baba bu tərəfi bilməliyik biz. Bu tərəfdə bax həmin bu nöqtəni bilməliyik. Yəni sıfırdan başlayıb, koordinat başlanğıcından başlayıbdı. Ona görə də burada x sıfırdır. Artıq x sıfırdırsa, bax həmin bu nöqtə x yenə sıfır qoysam, olacaq 4y bərabər 12, y bərabər olur nə? 3. Burada olur 3. Sahəni tapmaq üçün nə edirik? Tərəfi 3'ü hündürlüyə vururuq. Hündürlükdə bax, hündürlük elə 3/4'dür. Yəni bu hündürlük olur 3/4. Sonra 2'yə bölürük. Yəni 2/1'ə vururuq. 3'lər gedir. 4 ilə 2'ni xısar aparanda sahəmiz nə qədər elədi? Sahəmiz S bərabər oldu nə? 2 və doğru cavab C bəndi. Həmin misal, eyni misalı hesablayaq. Deməli, kəsmə nöqtəsi verilibsə, bunlar yəni y-in yerinə x yazacağıq. Yəni bərabərdirlər. Yəni burada olacaq x üstəgəl y-in yerinə x yazaq. Fərqi yoxdur. X-in yerinə y, x-in yerinə y. Yəni bunlar kəsmə nöqtəsində koordinatlar bir-birinə bərabər olacaq. Yəni x-in yerinə yazaq nə? Y üstəgəl 2y bərabər 4, 3y bərabərdir 4, y bərabər 4 bölünsün 3. Yəni bu kəsmə nöqtəsində y nədir? 4 bölünsün 3'dür. Yəni biz burada artıq hündürlüyü tapdıq. Üçbucağın hündürlüyü var artıq. 3/4. Bax belə eləyirik. Bir də tərəf olmalıdır. Həmin bax bu nöqtədə artıq x-imiz hər hansı bir nöqtə y-imiz sıfırdır. Bax burada y-imiz sıfır olduğuna görə x bərabər nə olur? 4 olur. Yəni tərəfimiz belə deyək də, tərəfimiz də 4'dür. Sahəni tapanda 2/1 vurulsun 4 vurulsun 3/4 olur və 2 ilə 4 xısarına burada 2 qalır və 3/8. Doğru cavabımız 3/8 olur sahəmiz. 3/8 yəni 2 tam 3/2 olur bizim sahəmiz və A bəndi doğru olur. Sonra keçirik hara? 26-cı suala. 12x 5y 60 0 düz xəttin koordinat oxları arasında qalan parçanın orta nöqtəsindən koordinat başlanğıcına qədər olan məsafəni tapın. Artıq nə etməliyik biz? Deməli bir dəfə y-i sıfıra bərabər eləməliyik. Bax həmin ifadədə bir dəfə x bərabər 0 eləməliyik. Koordinatdan sonra oxlarından söhbət gedirsə, mütləq x-i və y-i sıfıra bərabər eləyib x-in də koordinatını, y-in də koordinatını çıxartmaq lazımdır. X 0 olarsa qalır 5y çıx 60 bərabər 0, y bərabər 12. Y bərabərdir 0 olsa 12x bərabərdir 60, x bərabər olar 5. Məsələn biz 26-cı sualı yazacağıq. Bax diqqətli olun baxanda da. Və deməli koordinat sistemində bura x-dir, bura y-dir. X-i bunun 5'dir, y nədir? 12'dir. Bax bu hissədə koordinat oxları arasında qalan parçanın parça həmən bu parçadır. Bura əlbəttə ki orta nöqtəsindən koordinat başlanğıcına qədər məsafəni. Bax bu düzbucaqlı üçbucaqdır artıq. Bax bu bizim düzbucaqlı üçbucağımızdır. Bu da mediandır. Düzbucaqlı üçbucaqda median hipotenuzu yarı bölür və bu 3 alınmış hissələr birinə bərabər olur. Və bura 12, bura 5 olanda buranın 13 olduğunu bilirik. Median olduğuna görə hər birinə 6/5 düşür və ortasından koordinat başlanğıcına qədər olan məsafə məsələ neçə imiş? 6/5 imiş. Və doğru cavab olur nə? B bəndi olur. Sonra keçək hansına? 27-ci suala. Bunu biraz siləcəm bunu. Deməli ABC kvadratında hər bütün ifadələrin hər birini verir. Sadəcə və Y nöqtələrindən keçən düz xəttin ordinat oxunu kəsdiyi nöqtənin koordinatını tapın.
artıq belə deyək də 6 4-dürsə, bu kvadratdırsa, bax 6-dır. Bax bura 6-dır, bura 4-dür. Bax bu kəsmə 4-dür. Ona görə də A-dan 6-ya da 4-sə, bax bu A-nın koordinatı olacaq 2 0 olacaq. Bura 6 0 olacaq. Burada olacaq x olur 2, y olur nə? Olur 4. Bax bütün nöqtənin koordinatları artıq bizə məlumdur. 2 0 6 0 və B nöqtəsi də 2 4 olur. Ordinat oxu kəsdik. Hə, artıq bütün məsələlər məlumdur bizə. 2 4-dür. A-yə B-yə bərabərdirsə, deməli E nöqtəsi elə bil ki 4-ün yarısıdır. Yəni 2 həm x 2-dir, həm də y 2-dir. Artıq nəyin? E nöqtəsinin koordinatlarını yazmışam ha bura. Kəsmə nöqtəsinin koordinatını tapın. Deyir, düz xəttin ordinat oxunu kəsdiyi nöqtənin koordinatını tapın. Bunun üçün də biz tənliyi qurmalıyıq. Yazıq ki, nə? Y çıxılsın y1, y2 çıxılsın y1 bərabərdir. Nə? X çıxılsın x1, x2 çıxılsın nə? x1. Bu tənliyi həll ediyor. Artıq nə olacaq? Y çıxılsın 6 bölünsün. 6 çıxılsın 2. Bax görsən 6 çıxılsın 2. Artıq Y nöqtəsi gəlir 2 2 buraya yazım. Diqqətli olaq burada. Bərabərdir. X çıxılsın 4. Nə? 4 çıxılsın 2. Artıq bunu hesablayırıq. Olur nə? Y çıxılsın 6 bölünsün 4. X minus 4 bölünsün 2. Bunlar x sayında burada 2 qalır. Yəni y minus 6 bərabərdir 2x minus 4. Y də bərabərdir 2x üstəgəl 2 olacaq. 2x 2x minus 8 olur. Hə, bu 8-dir. 2x minus 8-dir. Bu da olacaq, çıxılsın 2 olacaq. Hə, 2x çıxılsın 2. Və deyir, ordinat oxunu kəsəndə artıq x bərabər 0 olanda ordinat oxunu kəsərsə, yəni o yeri kəsəndə x 0-dır. Y də bərabər nə olur? -2 olur. X bərabər 0 olanda y bərabər -2 olur. C və Y nöqtələrindən düz xətin ordinat oxunu kəsdiyi nöqtənin koordinatı. Bir dəqiqə, nəyə səhv elədim? Bir dəqiqə səlis yazım. Bir dənə bu qrafikdə nəsə ola bilər, yanlışlıq eləmişəm. Bu qrafikdə şimdi nizamlayayım. Bunu silək. Sərgəli formada bir dənə bunu nizamlayayım. Ola bilər nəsə diqqət səhv elədim. Bax, deməli, bunda nə məsələ var? Biraz bunda kiçildim. Deməli 6 4 nöqtəsidirsə, 6 4 nöqtə, bura 6 nöqtəsidirsə, bura 6 0 nöqtəsidir. 6 4 nöqtəsidirsə, kvadratdırsa, artıq bura bütün tərəflər bərabərdir, bütün tərəflər 4-dür. Buradan da məsafə 4-dürsə, bura artıq 2 0 nöqtəsidir. A-yə YB bərabərsə, bura 2 2 nöqtəsidir. Bura artıq burada 2 x2 y 4 olan nöqtədir. Bizdən bu nöqtənin koordinatını soruşur. Yəni OC düz xəttin, yəni y bərabərdir kx plus b-nin əgər qrafik edirsə, düz xəttin qrafik edirsə artıq o zaman biz burada qiymətləri yerinə qoyub yaza bilərik. Məsələn, E nöqtəsində, E2 2 nöqtəsində kx plus b tətbiq eləsək, olacaq 2x üstəgəl b bərabər 2. Bir də C nöqtəsində 6 4-ü tətbiq eləsək, olacaq 6x üstəgəl b bərabərdir 4 olar. Bunlar tərəf-tərəfə çıxsaq, olacaq 4x bərabər 2. X də bərabər nə olar? Yox, k. Bunlar k-dır. K da bərabər olacaq nəyə? 2 bölünsün 4. X-lar aparsa nə qalacaq? 2-də 1 qalacaq.
Sonra kx plus b'nin y beraberdir. Y beraber kx plus b'nin ifadesinde bunu yerine koysak ne olacak ifademiz? Deməli, k-mız 2-də 1 olandan sonra hər hansı bir tənlikdə k-nın yerinə 2-də 1 qoysaq, məsələn olacaq 6 vurulsun 2-də 1 üstə gəl b bərabərdir 4. X da burada 3 qalar. 3 üstə gəl b bərabər 4 olsa b-miz olacaq nə? 1. Deməli, bizə deyir ki, ordinat oxunun kəsdiyi nöqtənin koordinatı. Məsələn, bu qarladığım nöqtə ordinat oxunun kəsdiyi istiqamətdir. Y bərabərdir kx üstə gəl b ifadəsində də elə b-miz ordinat oxu kəsdiyi nöqtədir. Əgər ordinat oxunu bir nöqtə kəsirsə, deməli bu ifadəmizin də apsisi nəyə bərabərdir? 0-a bərabərdir. Sonra 28-də deyir ki, kx burada deyir, mənfi 7 nöqtəsindən keçsə bu səthi bucaq əmsalını tapın. Artıq nə etməliyəm? Əvvəl mən mənfi 7 və 4-ü yerinə qoymalıyam. Olacaq mənfi 7a üstə gəl 5 vurulsun 4, yəni 20 bərabər 41. Mənfi 7a bərabər 40-dan 20 çıxanda 21. A-mız bərabər nə olur? A-mız olur mənfi 3 olur. A-mız mənfi 3 olur. A-nın yerinə mənfi 3 qoyuram. Olur mənfi 3x üstə gəl 5y bərabər 41 olanda 5y bərabərdir. Nə olur? 5y 41-dən 5y bərabərdir. Olacaq hər tərəfin olacaq 3x üstə gəl 41. Y də bərabərdir. Olacaq 5-də 3x üstə gəl 41 bölünsün 5. Bucaq əmsalını soruşuq k. Yəni x-in əmsalı 5-də 3-dür. Onluq şəslinə yazsaq 0,6 olaraq qeyd edəcəyik. Və bu sual oldu belə. Sonra baxaq indi 29-cu suala. 29-a. Deməli, yenə də qoyacaq x-in yerinə 7, y-in yerinə mənfi 3 qoyacaq 29-da. Yəni 4 7-nin 28 çıxılsın olacaq 3 b bərabər 43. Olacaq 3b 28-dən 43 çıxanda 15 qalar. Mənfi 15. B-miz də olar nə? Mənfi 5 olar. B-miz əgər mənfi 5 olarsa, gətirib yerinə qoyacaq. 4x çıxılsın 5y bərabər 43. 5y bərabərdir 4x çıxılsın üstə gəl 43 mənfi 4x. Y də bərabər olacaq. Mənfi 4 bölünsün 5. X üstə gəl 43 bölünsün 5. Bucaq əmsalı deyəndə k bucaq əmsalı mənfi 5-də 4 da mənfi 0,8-ə bərabərdir. Sonra bu sualda silək, videonu arxaya verib yenidən izləyərsiniz. 30-cu sualda A sıfırdan kiçik, B sıfırdan kiçik, AX plus B 2 bərabər sıfır düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi üçbucağın sahəsi 4 olarsa, AB hasilini tapın. Əvvəl ümumiyyətlə koordinat oxları ilə biraz əvvəl sualı yazanda koordinat oxları ilə əmələ gətirdiyi üçbucağın sahəsi A da 4 olarsa, koordinat oxları əmələ gətirirsə, yenə biraz əvvəldən dedik ki, koordinat oxları əmələ gətirən sahə məsələsi qarşımıza çıxdısa, bir dəfə x-i bərabərləyir 0-a. O zaman olur by üstə gəl 2 bərabər 0. Y də bərabərdir mənfi 2 bölünsün b. Bir dəfə də y 0-a bərabər eləyirik. Olur ifadəmiz ax üstə gəl 2 bərabər 0. X da bərabər olur mənfi 2 bölünsün nəyə? A-ya. Deməli bizim A-mız da mənfidir. B-miz də mənfidir. Bu şərtdən istifadə eləyərək bizim elə bil ki koordinat sistemimizdə x-imiz bura mənfi 2 böl A-dır. Bura mənfi 2 böl B-dir. 3 bucaq yaranır. Düz bucaqlı 3 bucaq və sahəsi 4-dürsə katlər hasının yarısı. Yəni mənfi 2 bölünsün B vurulsun mənfi 2 bölünsün A vurulsun 1-də 2-də 1 bərabər 4. Mənfilər gedir. 2-lərin biri gedir. O 2 bölünsün AB bərabər 4 olarsa AB də bərabər olur nə? 0,5 olur bizim sahəmiz. Sonra keçək hara? 31-ci suala. Diqqətli olun suallarda.
31-ci sualda bunu silirəm. 31-ci sual davam eləyək. Deməli, yenə də A da böyüdür B-də. Koordinat oxla əmələ gətirirsə, deməli bir dəfə 31, bir dəfə x sıfıra bərabərləyirəm. Olur BY üstəgəl 1 bərabər 0 olanda y bərabərdir. Mənfi 1 bölünsün B. Bir dəfə y-i sıfıra bərabər eləyəndə həmin ifadədə AX üstəgəl 1 bərabər 0, x də bərabərdir. Mənfi 1 bölünsün nə? A-ya. Uşaqlar, əslində belə bir məsələ var ki, bu rübündən asılı olaraq A sıfırdan böyük, B sıfırdan böyüdürsə, hər x da y də mənfidirsə, elə bil bunu biz çəkəcəyik ki, bu formada 3-cü rübdə çəkəcəyik. İkisi də mənfidir. Deməli, bura mənfi 1 bölünsün A-dır, bura mənfi 1 bölünsün B-dir. Sahə tapanda, onsa sahəmiz müsbətdir. 1 bölü A vurulsun 1 bölü B vurulsun 2-də 1 yaza bilərik. Bərabər 2 olacaq. 1 bölünsün 2AB bərabərdir 2 olanda çarpaz vursam 4AB bərabər 1, AB ilə bərabər 1, 4-ə böləndə 0,25. Yəni bizim sahəmiz artıq burada 0,25-ə bərabər oldu. Sonra indi keçək neçənci suala? 31-i yazdıq. 31 yazdıq, keçək indi 32 nömrəli suala. K-nın hansı qiymətdən bu paraleldir. Paralel olduğu zaman bizdə x-in əmsalları k-lar bərabər və b-lər fərqli olmalıdır. Deməli, 32-ci suala baxırıq. 32-ci suala. Deməli, y bərabərdir kx üstəgəl 3 kök altında 2. Digər ifadəni açsaq, tangens 30 dərəcənin qiyməti 1 böl kök altda 3'dür. Tangens kök altda 3'ün qiyməti 1 böl kök altda 3'dür. Yəni 1 böl kök altda 1 bölünsün kök altında 3 ifadəsini mötərizənin içinə vursaq, qalacaq 5x minus digər ifadəni də vursaq 2 kök altda 2 bölünsün kök altda 3 olacaq. Bizdən b-lər artıq fərqlidir. Deməli bizim k-mızın qiyməti olması üçün, paralel olması üçün artıq k-mızın qiyməti 5 olmalıdır ki, bunlar paralel olsunlar. Sonra 33-cü sualımız yenə eyni bir sualdır. Yenə də y bərabərdir k x üstəgəl 4 kök 2. Digərdə tangens 30 yenə 1 böl kök 3'dür. Mötərizəyə vuranda kök üstər gedər 8 qalar. Y bərabər 8x. Onsuz da bunu bizim 2 kök 5 bölünsün kök 3. K-larımız, B-lərimiz fərqlidir. Deməli, K-nın 8 qiymətinə bizim nədir bu? Düz xətlərimiz paralel olacaq. Sonra keçək 34-cü suala. Nöqtələr verilib və nöqtəsinə nəzərən simmetrikdir. X, Y nöqtəsinin nəzərən simmetrikdir. O deməkdir ki, uşaqlar, yəni S nöqtəsi AB-nin orta nöqtəsidir. Nöqtəyə nəzərən simmetriyada belə olur. Yəni x tapmaq üçün 2 ilə 6-nı toplayıb 2-yə bölməlisən, 4 eləyər. Y-i tapmaq üçün mənfi 4 ilə mənfi 6-nı toplamalısan, 2-yə bölməlisən və mənfi 5 eləyər. Yəni S nöqtəsinin koordinatları 4 və mənfi 5 var. Nöqtəyə nəzərən simmetrik olanda, hər hansı nöqtəyə nəzərən simmetrik olanda, deməli, həmin o nöqtə digərlərinin orta nöqtəsi sayılacaq və bu nöqtə 2x minus ay bərabər 23 düz xətti üzərindədirsə, x-in, y-in qiymətlərini bir yerə qoyacaq. Yəni, hələ 34-dən söhbət gedir uşaqlar. Deməli, 2 vurulsun 4. 2 vurulsun 4, çıxılsın a vurulsun mənfi 5 bərabər 23. 8 üstəgəl 5a bərabər 23. 5a 23-dən 8 çıxanda 15 qalır. A-mız elir 3. Bu düz xəttə perpendikulyar olan düz xəttin bucaq əmsalını tapın. A-sı əgər 3-dürsə, olacaq 2x çıxılsın 3y bərabər 23. 3y bərabərdir 23. 2x çıxılsın 23. Y bərabər 2 bölünsün 3x çıxılsın 23 bölünsün 3. Sonra
Deyir nəyə tapın? Düz xəttin bucaq əmsalını tapın. Amma bizdə deyir ki, perpendikulyar məsələsi var. Deyir, bu düz xəttə perpendikulyar olan. Uşaqlar, əslində yaza bilərsiniz ki, k bərabər 3/2. Amma düz xətlər perpendikulyar olması üçün k1 vurulsun k2 bərabərdir -1 şərti ödənilməlidir. Ona görə də burada k3/2-dirsə, perpendikulyarlıq deyirsə, k artıq k-sı olacaq nə? -3/2 qiymətini alacaq. Bu formada diqqətli olun. Sonra keçək növbəti, bunu silim, keçək növbəti 35-ci suala. Deməli 35-ci sualda nədir? Bu nöqtələr simmetrik olduğu nöqtə. Simmetrik olduğu nöqtə biraz əvvəl olduğu kimi hər hansı məsələn S nöqtəsi götürürük. Simmetrik olduğu nöqtə, yəni 3/7/2, bir də -2 -6/2. Yəni olacaq ki, S nöqtəsi simmetrik olan nöqtə eləyəcək 5 və -4. Bu düz xətti üzərində olarsa, A parametrini ala biləcək qiyməti tapın. Bu sadə olacaq, yəni x-in və y-in qiymətlərini yerinə qoyacaq. 3, 5-in 15 çıxız üstəcə olacaq artıq 4A bərabər 31. 4A bərabər 31-dən 15 çıxanda qalar 16. A da bərabər neçə olar? A-mızın da qiyməti 4 olar. A-mızın da qiyməti olar nə? 4. Sonra isə A-mız tapdıq ki, A-mız 4 nöqtəsidir. Sonra keçir növbəti suala, 36-cı suala. Deməli, L1 və L2 düz xətləri 0,8 nöqtəsində kəsişir. Yəni bu nöqtə, yəni 0,8 nöqtəsidir. Bu S nöqtəsi, yəni bu məsafə nə qədərdir? 8-dir. AC BC bərabər. Verilmiş bir üçbucaq olur, bizim bərabər yanlı üçbucağımız olur. AB 12 isə burada 6-dır, burada 6-dır. L2 düz xəttin tənliyini yazın. L2 bax bu uzatdığım düz xətdir. Bunun tənliyini soruşur və o düz xəttin tənliyi, yəni düz xətdir o. Y bərabər olacaq KX üstəgəlmə -B. K-nı tapmaq üçün biz Y-i X-a bölməliyik. Y-imiz nədir? 8-dir. X-imiz nədir? 6-dır. X-imiz də 6-dır. Amma burada -K olmalıdır. Çünki kör bucaq əmələ gətirir. K-da bərabərdir. -8 bölünsün nə olur? 6. Artıq həmin ifadə B-miz 8-ə bərabərdir. O nöqteyi nəzərdən Y bərabərdir. -X-lar da aparsaq bunu qalacaq. -3/4 X üstəgəlmə 8. Bu da oldu. L2 tənliyimiz oldu. Sonra 37-ci suala baxaq. 37-ci sualda Y bərabərdir 4 olan düz xətti üzərində, yəni kvadratının tərəflərindən biri, ABCD kvadrat tərəflərindən biri Y bərabər 4 düz xətti üzərində, o biri isə A-ox üzərindədir. A -1 0 olarsa, A -1 0 artıq B-dirsə, A nöqtəsi olacaq -1 0-dırsa əgər, B nöqtəsi -1 4-dür. Artıq -1-dən 0-dan 4-ə 4 kvadrat tərəfi 4-dürsə, deməli bu -1 nöqtəsi də bura 3 0 nöqtəsidir. Bura 3 0 nöqtəsidir. C nöqtəsi isə avtomatik nədir? 3 4 nöqtəsi. Bütün nöqtələr bizə məlumdur. BD diaqonalını özündə saxlayan düz xəttin tənliyini yazın. Nə işləyəcək? Yəni düz xəttin tənliyi də deyəndə BD diaqonalı özünə saxlayırsa, deməli B nöqtəmizin koordinatı -1 4-dür. D nöqtəsinin koordinatı isə bax gördüyümüz kimi 3 0 nöqtəsidir. Düz xəttimiz tənliyi də əlbəttə yuxarıda yazılır ki, KX + B şəklində olmalıdır. Hər birini yerinə qoyuruq. Yəni B nöqtəsində XY elə bil XY-dir bunlar elə bil ki, bunları yerinə qoyuruq. Olacaq -K üstəgəl B bərabər 4. İkincisini yerinə qoyanda 3x artıq B 0-dır, bərabərdir. B 3x üstəgəl B bərabər nəyə? 0-a. Bunun tənliyi əsasında bunu həll eləsək,
Tərəf aşağıdan yuxarı çıxsam olacaq 4x bərabər mənfi 4. B'miz nə olacaq? B'miz olacaq mənfi 1. Əgər K'mız K 4x, bu da K olacaq mənfi 1. K əgər mənfi 1 olarsa, yerinə qoyanda B'miz neçə olacaq? B'miz də olacaq 3. K'mız mənfi 1'dir, B'miz nədir? 3'dür. Və bizim ifadəmiz düz xətin tənliyini yazın. Artıq y bərabər kx plus b deyildimi? Yəni x bərabər olacaq mənfi y bərabər mənfi x olacaq üstə gəlmənə 3. Bu da oldu bizim düz xəttimizin BD diaqramını özündə saxlayan düz xətin tənliyi. Mütləq şəkildə D'nin koordinatlarına istifadə olunmalıdır. Sonra 38-ci sual. L1 və L2 düz xətləri qarşılıqlı perpendikular olub 3-6 nöqtəsindən keçir. Yəni bu nöqtə perpendikulyarlıq şərtidir. Yəni diqqətli olmalıdır. Biraz əvvəl misal yazan dedi ki, əgər həmin ifadələrin K1-i K2-yə vuranda əgər mənfi 1 alınırsa, ifadələr ümumi şəkildə perpendikulyarlıq təşkil edir. O nöqteyi nəzərdən yəni bu birinci L1 və L2 tənliklərinə baxsaq, L1 tənliyi bu 3-6 nöqtəsindən keçir. Baba, bura 3'dür. Bura bizdə 6'dır. Deməli, əsas bir məsələ var ki, L1 tənliyi koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçirsə, y bərabər elə bil bu kx-in qrafiki formasındadır. Y bərabər kx-in formasındadır bu. Yəni, 3'ü və 6'nı yerinə qoysam, 3'ü 6'nın yerinə 3'ü 6 nöqtəsindən keçirsə, 3 6'nın yerinə qoymalıyam. 6 bərabər 3x, yəni 3k artıq k'mız bərabərdir. 6'nı 3'ə böləndə k'mız nə olacaq? K'mız olacaq 2. Daha sonra k'mız olacaq 2. Digər ifadə isə, digəri L2'də isə olacaq 1 olacaq nə? Çaşdım da. İndi L2'nin tənliyi, yəni L2'nin tənliyini quranda da L2'nin tənliyini quranda K'sı artıq burada mənfi olacaq. Deməli, K'nı 2 tapdıqsa, bir-birinə vuranda əgər mənfi 1'i şərti varsa, yəni 1'i tapdıqda bunu K1 yazaq. Bunu 2K2 bərabər mənfi 1 olanda K2 də bərabər olur nəyə? Mənfi 2-də 1'ə. Yəni ikinci tənliyin K'sı oldu. Yəni y bərabərdir mənfi 2'də 1x. Və burada 3'ü var. Bir də əlavə bizdə nə var? Bir də burada koordinat başlanğıcı keçmədiyinə görə müəyyən bir b'miz var. Və 6'nı 3'ü yenidən burada yerinə qoysam, 6 bərabərdir mənfi 2'də 3 üstə gəl b yazsam, b də bərabər bunu sola atıb toplasam, 2 6 12 üzərinə 3 gəndə 15. Yəni 2'də 15 eləyər. B'miz 2'də 15 eləyər. Və bizdən soruşulan L2 tənliyinin düz xəttin tənliyini yazın. Yəni olacaq y bərabərdir mənfi 2'də 1x üzərinə tapdığımız bu b-ni gələcək. Bu da olacaq bizim düz xəttimizin tənliyi, L2 düz xəttin tənliyi. L1 düz xəttin tənliyini soruşsaydı, y bərabərdir artıq K1'i nə tapmışdıq? 2x yazacaqdıq onu. Bu L1'in tənliyi olacaqdı. Bu da L2'nin tənliyi olurdu. Sonra bu 38-ci sual. İndi buradan gedək 39-cu 39 hanı? Hə, 39'a təpə nöqtələr 38 getdi. Yəni bunu üstəmdən xətt çəkim 38 getdi, 39. Təpə nöqtələrindən biri koordinat başlanğıcında olan OABC rombunda B 8-16'dır. B 8-16. Bax, bura 8-16 yazıram. Yəni, bax, bunun x'i 8'dir. Yəni, S-lə koordinat biri 8'dir. Bax, 8-16. Bunun elə bil ki, y-i burada nədir? 16'dır. 16'dır. Deməli, bu x'i burada 8'dir, y 16'dır. Diqqətli baxmaq lazımdır. Baba burada, bura baxmaq lazımdır. Bax, 8 neçə olacaq bunun koordinatı artıq? Bu romdur. Romdur. Romun
qaydalarından istifadə edəcəyik burada. AC diaqonalını özündə saxlayan düz xəttin tənliyi. Artıq A-nın da koordinatı lazımdır bizə. B-nin də koordinatı. Bax, fikir vermək lazım nəyə? B nöqtənin koordinatı 8 məsələn bilmirik də, C-də bilmirik. 8 və neçə olacaq? Bu CB yoxdur. O A-nın məsafəsi ilə CB məsafəsi bir-birinə bərabərdir. Deməli, artıq AC diaqonalı özünə saxlayan düz xəttin tənliyi etirazında biz A-nın və C-nin koordinatlarını belə tapa bilmərik. Biz bir romb olduğuna görə biz bunun koordinatlarını bilirik. B-nin koordinatları 8 və 16'dır. C-nin koordinatı 8 hər hansı bir y-dir. Bilmirik bunu. Bu nöqtə 8 nöqtəsidir. Onu heç o bilirik. Onun x-i 8 olduğunu bilirik. Deməli, biri koordinat başlanğıcındadır. Niyə görə koordinat başlanğıcı biraz rahatdır? Çünki burada artıq B yoxdur. Bu diaqonaldır. Bu da AC diaqonaldır. Yəni AC diaqonal üçün bu düz xəttdir də. Bu düz xəttin tənliklərini biz yazmaq lazım. Bunu da uzadaq bilək ki, bu düz xəttdir. Yəni rombun diaqonalları kəsir və kəsmə yarıya bölünür. Diaqonalları bucağın tənböləndir. Həm də diaqonallar qarşılığı perpendikulyardır. Biraz əvvəl yazdık. Düz xətlərin perpendikulyarlığı 38-ci sualda yazdıq. K1 vurulsun K2 bərabər olur nəyə? Mənfi 1-ə. Deməli, bunun AC-nin bu mərkəz nöqtəsidir. Deməli, tapmaq üçün mərkəz nöqtənin koordinatı məsələn belə yazaq ki, 0 koordinat başlanğıc keçdiyinə görə 8-16-nın yarısıdır. Yəni bu 4, 8 nöqtəsidir. Biz burada 16 və 8 nöqtəsindən istifadə eləyərək, yəni bu y bərabərdir kx-dır. Burada B yoxdur. Yəni B 0-dırsa kx-ın qrafikidir bu. Yəni OB-dən keçən kx-ın qrafikidir. 8-16 yerinə qoysam 16 bərabərdir 8x olar. X-ımız bərabər olar 2. Yox, k-mız 8k. K-mız bərabər 2. Yəni k1-imiz bərabər 2. Və yuxarıdakı tənlikdə k1 ilə 2 qoysam 2 vur k2 bərabərdir mənfi 1. K2 bərabərdir mənfi 1 böl 2. Bu birincidir. İkinci tən AC-dən keçsə elə bil ki AC keçən düz xəttin tənliyi yazacaq. K mənfidir. Saat əqrəbə əks istiqamətdən kör bucaq əməl gətirir. Yəni K sıfırdan kiçikdir. Buna hər zaman fikir vermək lazımdır. Sonra indi burada y bərabərdir kx üstəgəl b ifadəsinə nəzərən mən k-nı yerinə 2-də 1 qoysam olacaq y bərabər, yəni nə edəcəm burada? Yəni bu hansı nöqtə idi? AC-nin mərkəzində olan 4-8 nöqtəsi ki var idisə, bax bu nöqtə var idi ki, yəni bu nöqtəni yerinə qoysam 8 bərabərdir 4 vurulsun mənfi 2-də 1 üstəgəl b. X-da 2 qalar, yəni 8 bərabər mənfi 2 üstəgəl b olanda b-si olar nə qədər? B-si olar 10 olar. B-si 10 olanda gətirib yerinə qoyub tənliyi təyin eləyəndə x bərabər mənfi 2-də 1 x üstəgəl 10. Bu da oldu bizim AC diaqonalını özündə saxlayan düz xəttin tənliyi oldu. Sonra bunu silim keçək 40 nömrəli suala. Təpə nöqtələrindən biri koordinat başlanğıcında romb yenə eyni bir sualdır. B nöqtəsinin koordinatı baxın 8, 4-dür. Deməli AC-ni yenə eyni sualdır. Sadəcə biraz bax yenə də belə biraz sürətli yazaq bunu. Yenə də bu mərkəzi nöqtənin koordinatı nə olacaq? 4 və 2 olacaq. Biz buna nə edəcəyik? K1-i K2'ye vuranda mənfi 1 olduğunu bilirik. Çünki diaqonallar perpendikulyardır bir-birinə. Yerinə qoyub hesablama aparsaq, bax, niyə? Y bərabərdir, yenə də deyirəm, kx-ın qrafikidir, koordinat başlanğıcından keçir bu. 8 bərabər 4k yazsam, k bərabər olur nəyə? 2-yə, k1 daha doğrusu. K2 də bərabər olur, mənfi 1 bölünsün nəyə? 2-yə. İkinci ifadədə y bərabər kx üstəgəl b-dir.
Çünki artıq hər hansı bir yuxarıda bir y-dən keçəcək bu. Yəni B nöqtəsi olacaq. Yenə də 4-2 nöqtəsi mərkəzi nöqtənin koordinatıdırsa bunun, həm də kəsmə nöqtəsinin koordinatıdırsa 4 bərabərdir 2 vurulsun. K-nın yerinə mənfi 2 ilə 1 yazaq. Vurulsun. Üstəgəl B. 2'lər xısa gedər, burada 1 qalar. 4 bərabərdir mənfi 1 üstəgəl B. Artıq B'miz də olar 5. Artıq gətirib həmin ifadə yerinə qoysam y bərabərdir. K nə idi? Mənfi 2 ilə 1 idi. X üstəgəl bir də 5. Bu oldu bizim nəyə? Düz xəttimizin ümumi tənliyi oldu. Sonra 41-ci sual. Nə qədər sualımız var? Artıq çox az bir sualımız qalıb. Deməli 41-ci sual yenə də perpendikulyarlıq məsələsi. Burada görək varmı, yoxsa yoxmu? Bucaq əmsalını artıq verib ki, mənfi 1. Bucaq əmsalını veribsə artıq K'dır da, yəni bucaq əmsalımız da məlumdur. Yəni yazaq ki, tutalım ki, K bərabərdir mənfi 2. Yəni sırayla yazaq K bərabərdir mənfi 2. Sonra bu L2 düz xəttin üçündür. Məsələn bu L2 üçündür. Sonra oruna toxunu 8-0 nöqtəsinə kəsir. 0-8. Bura yəni nöqtənin 0-8 nöqtədir koordinatları. Deməli sadə bir sual. Deməli y bərabər kx plus b deyilmi bunun qrafiki? Uşaqlar. Bax, yəni L2-dən söhbət gedirsə y bərabərdir. Biraz əvvəl yuxarıda yazdı. Bu kx üstəgəl b-dir. Biz gətirib ifadələri k-nın yerinə mənfi 2-ni qoysam və x üstəgəl y qoxunan kəsim nöqtəsi b-dir. Yəni bu ifadə b 8-dir. Üstəgəl 8 bərabərdir. Mən bura nə yazaram? 0 yazsam. Çünki x-i tapmaqdan ötəri. Dəqiqə. Bax, burada nə yazacağım mən indi? Deməli, uşaqlar, y bərabərdir kx plus b bizim funksiyamızın qrafikidir. Burada x 0'dır. Y bərabər nədir? 8'dir. Yəni, y 8 isə b-miz 8'dir. B-miz 8'dir. Ona görə də y-i 0 qoyub x-i tapa bilərik biz. Bax, y-i 0 qoyanda x tapacaq. K-mız yenə mənfi 2'dir. X üstəgəl. B-mizin 8 qoyuram. Y-i yenə 0 təyin eləyirəm. Burada x-imiz bərabər nə olur? X-imiz bərabər olur nəyə? 4'ə. Sonra bizə deyir ki, L1 düz xəttin tənliyini yazın. Biz də bilirik ki, yerinə gətirib qoysam, olacaq y bərabərdir kx-dır. Bax, fikir verin. Bu L1 düz xəttin tənliyi kx-dır. Düzdür? Kx-dırsa biz orta nöqtəsidirsə bu, orta. Artıq x 4'də bu nədir? 4 0 nöqtəsidir. S nöqtəsinə nəzər salanda 0 ilə 4 toplayıb 2'yə bölsəm 2 qalar. 8 ilə 0 toplayıb 2'yə bölsəm 4 qalar. Ona görə də gətirib yerinə qoysam 4 bərabərdir 2x, x bərabər nəyə? 2'yə. K yazıram. K bərabər nəyə? K bərabər 2'yə. K bərabər 2 isə y bərabərdir 2x bizim L1 düz xəttimizin artıq tənliyi olacaq. Sonra davam edək. 42-ci sualla davam edək uşaqlar. Davam edək 42-ci sualla. L1 və 2 düz xəttin tənlikləri qarşılıqlı perpendikulyar olub ABCD kvadratının BD diaqonalı özündə saxlayır. S nöqtəsinin apsisi 4 olarsa, S nöqtəsinin apsisi 4 olarsa, yəni D nöqtəsinin koordinatı artıq bildik ki 4 0 nöqtəsidir. Bura 4 0 nöqtəsidir. Bu kvadratdır. Artıq burada S nöqtəsi, B nöqtəsi, A nöqtəsi hər birini, yəni bu kvadratdırsa ABC'də bütün tərəfləri
artıq bir-birlərinə bərabər olacaq. Kvadratdan söhbət gedir. Hər biri bir x, y nöqtəsidir. Sonra S nöqtəsinin apsisi 4'dür. Artıq o da bizə məlumdur. L2'nin tənliyini yazanda bayaqki formada L2 artıq y bərabərdir kx plus b'dir. Çünki bu y-nin arasında bir nöqtə kəsir. Kəsmə nöqtəsində y nədir? Y-in qiymətini, y-i sıfıra bərabərləyib x-i qiymətini tapırıq. Ona görə 0 bərabərdir 4k 4 verib. Apsisi 4'dür. S nöqtəsindən söhbət gedirsə, S nöqtəsində artıq D nöqtəsində 4 0 nöqtəsi 4k üstəgəl artıq olacaq B-miz. 4k-mız bərabər olacaq nəyə? Mənfi B-yə. Artıq k-nı da tapmaq üçün k bərabər mənfi B bölünsün nədir? 4'dür. Bax, biraz əvvəl yazdığımız misalın hər birini yazırıq. Deməli, bir məsələ var ki, uşaqlar, burada bucaq məsələsi var. Bax, saat əqrəbi istiqamətin əksi istiqamətində. Bunu birbaşa yazıram 135 dərəcə. Niyə görə? Çünki kvadratın diaqonalı bucağın nə idi? Tən bölənidir. Yəni L1-də k bərabərdir tangens 45, 135. Yəni bunun qiyməti mənfi 1'dir. Artıq L-də k-mızın qiyməti mənfi 1'dir. Çünki kvadratın diaqonalı bucağın tən bölənidir və 45 dərəcə bucaq əmələ gətirir. Yəni orada ADB bucağı 45 isə digər bucaq nədir? 135 dərəcə olacaq. Ona görə də artıq mənfi 1'dən istifadə eləyərək digərin ifadəsini qələm dəyişim. Digərin ifadəsini y bərabərdir. Mənfi artıq k-sı nədir? K-sı mənfi x yazacağım. Üstəgəl b yazaram da bu ifadəni. K-sı artıq mənfi 1'dir bu ifadənin. Ona görə yenə qiyməti yerinə qoysam 0 bərabərdir. Mənfi 4 üstəgəl b qoysam b-si bərabər olar nəyə? 4'ə. Əgər bir ifadənin b-si 4'dürsə, k-sı mənfi 1'dirsə, o zaman bizim tənliyimiz də olacaq y bərabərdir. Mənfi, yox, artıq 4'də 1 olacaq. Çünki mənfidir k-sı. Çünki L2 tənliyinin k-sı müsbətdir. 4'də 1 x üstəgəl nə olacaq? 4 bizim olacaq tənliyimiz. Sonra bir dənə də sualımız qaldı ki, uşaqlar 43 nömrəli sual qaldı. Eyni sualdır. Sadəcə burada diqqətli olmasa nə? Burada B nöqtəsi apsisi mənfi 6'dır. Deməli, k-sı artıq L1 AYF-in sahəsini tapın. AYF. Yəni orada yaranmış düzbucaqlı üçbucağın sahəsini tapın. Bir də B nöqtəsinin apsisi mənfi 6'dırsa, yəni A nöqtəsinin koordinatı burada nədir? A nöqtəsinin koordinatı mənfi 6 0 nöqtəsidir. Digərləri hər hansı bir AB nöqtələridir əlbəttə ki. Yenə də K1'i K2'yə vuranda mənfi 1 eləyir. Ona görə də y bərabərdir kx plus b-yə kx plus b ifadəsini əsasən qiymətləri yerinə qoysam 0 bərabərdir. Mənfi 6 vurulsun 1 üstəgəl b. Artıq b-miz burada nə olar? B-miz 6 olar. B-miz 6'dırsa, yəni y nöqtəsindən A-dan y-yə bu hissə 6'dır. Artıq bizim hündürlüyümüz 6'dır. O zaman olacaq y bərabərdir. Olacaq y bərabər mənfi x üstəgəl nə? 6. Mənfi x üstəgəlmə nə? 6. Baxın uşaqlar, F nöqtəsinə görə hesablamalar aparsaq, F nöqtəsində y bərabər 0'dır. Ona görə artıq burada y bərabər 0 olması üçün x bərabər nə olmalıdır? 6 eləməlidir. Burada 6'dır. Deməli, sahəmiz eləyəcək S bərabərdir. Hündürlüyümüz 6'dır. Tərəfimiz 12'dir. Vurub 2'yə böləndə sahəmiz nə qədər? 36.